gelirdi. Peki olsun. Sen mənim yəni verilişimdə dönə-dönə olmusan, hətta yeni il şənliyində də olmusan. Yəni yenidən bərpa eləyəndən sonra elə olmamısan verilişimdə. Yəni səni təbrik edirəm bir anlığa. Amma mövzuya gəldikdə mövzu müşayiətdir. Artıq sənin pərəstişkarların səni tanıdı. Səni sevən insanlar səni tanıdı. Sözsüz ki, tanımayanlar da bugün bir daha tanıdı. Mövzumuz müşayiətdir. Amma mən də bilirəm ki, sən kimlərlə çalışmısan, kimlərlə vuruşmusan, kimləri müşayiət eləmisən. Biraz elə gəl, ilk öncə oradan götürək ki, neçənci ildə başlamısan bu klarnetlə çalışmağa, yəni əməkdaşlıq edib klarnet sənə. İlk öncə ondan götürək və sonra kimləri müşayiət eləmisən. Mən bilirəm kimləri müşahidə eləmişsiniz. Sadəcə özündən eşitmək istəyirəm ki, biraz tamaşaçılar bilsin ki, bəli, Vaqif Mirzəyev də oradan da bu insanlarla, bu nəhəylərlə çalışıb. Bəli, demək olar ki, Leninlə, Stalinlə başqa hamısını müşahidə eləmişəm mən. Nə qədər müğənnilər var, çoxsu bu 40 ildə. Siz yaxşı bilirsiniz ki, bizim ailəmiz musiqiçilər ailəsidir. Bəli, bəli. 8-9 yaşlarında mən bu klarnetlə yoldaşlıq eləyirəm. Maşallah. Bizim evə çox böyük karafeylər gəlib gedib. Məsələn üçün, Bülbül ən böyük karafeyimiz mənim atamla Allah rəhmət eləsin. Allah rəhmət eləsin Teyyub Dəmirov gəlirdilər bir yerdə konsertlərə gedirdilər. Mən o dövrdən başlamışam. Ən böyük sənətçilərimiz Hacı Baba müəllim, Həsən əmi bəyə qeyd elədilər, Eyyub əmi, Sulittin əmi. Bunları biz hamısını görmüşük. Allah rəhmət eləsin Şəmsi İmanov, Əşrəf Əşrəfzadə, Zabit, Adil Bayramov. Saysam çox sayaram. Demək olar ki, bunların hamısını bir uşaq ikən belə müşahidə eləmişəm, gözümün qabağında olublar, bizim evdən gəlib gediblər. Atamla toylara, konsertlərə gedirdilər onlar. Yəni kişi rəhmətli də sənətkar oldu. Bəli, atam 50 ilə yaxın nağara çalıb, əmilər. İndi də hal-hazırda qardaşlarım həmin yolu davam edirlər. Allah İsmaila da can sağlığı versin, o da gözəl sənətkardır. Mənim həvəsim klarnetə idi ancaq. İstəyirsiniz, onun da sekretini deyim sizə, niyə klarneti? Çox sevirdim klarneti. Bizim xalq o qədər bizdən nağara çalan var idi ki, Rusça desə klişkə qoymuşlar bizim nəsilə ki, Dumbulovlar nəsli. Onu deməsəydin tanımırdılar səni. Tanımırdılar. Əla, əla. Bir dəfə səhər saat 6-dır, kənddən Dumbulovlar dedim, yadıma düşdü. Şəhərə toya gəlirdim. O vaxtda səhər-səhər göyərti satanlar dayanırdılar, avtobus gözləyirdilər. Mən də gəldim, klarnet əlimdə dayandım bu göyərti satanların yanında şəhərə gəlirəm, amma yaşlı kişilər idi. Deyəm, mən abala, kimin uşaqsan, sən bu vaxt hara gedirsən səhər-səhər? Fikirləşdim ki, mən kimi deyim buna ki, tanısın, yaşına uyğun olaraq. Babamı dedim ki, dəf çalan Qəmbər, o vaxt babam dəf çalıb, oxuyub xanəndə olub Meşdağa kəndində, çox tanıyırlar onu. Dedim, dəf çalan Qəmbərin nəvəsiyəm. Bunlar belə bir-birinə baxdılar, nəsə tanımadılar. Tez qayıtdım ki, Meşdibadın nəvəsi, atamın dayısına o vaxt Meşdibad ləqəbi qoyublar, Rəhimbalı nağara çalan. Yenə baxdılar, qorucu ki, mən Həsənin oğlu da, nağarçalan Həsənin oğluyam. Gördüm ki, yox, bunlar hələ yanıblar, heç nə demirlər. Dedim, Dumbulovun nəvəsi. Dumbulovun nəvəsi deyəndə, abala bunu bayaqdan deyiləndir, öz camını da qutar, bizim də camımızda. 9 yaşından sonra da özüm bu musiqi ilə, klarnetlə məşğul olmuşam. Çox böyük ustadları görmüşəm. Onlardan dərs almışam. Musiqi məktəbi klarnet üzrə bitirmişəm. Və qastrollarda da olmuşam. Çox da, demək olar dünyanın bəlkə bir çox ölkələrində 30-a yaxın. Çünki mən, üzr istəyirəm, Vaqifi də müşahidə eləmişəm. Bəli, düz deyil. Çox, yəni həddindən artıq. Yəni sağ olsun, çox minnətdaram ona. Vaqifi də mən müşahidə eləmişəm, amma Vaqif kilin yanında mən nağara çalanda, mən üzr istəyirəm, Vaqif. Buyur, buyur. Allah onun atasını rəhmət eləsin. Bilirsən, belə bir nağaradan anlayışı olan şəxslərin yanında oturub nağara çalmaq özü böyükdir. Bilirsən, həm güc tələb eləyir, həm də ki, bilirsən, bunları allatmaq olmur. Aydın da, yəni... Bunları allatmaq olmur. Məsələn, Hacı Həmidoğludur. O nağaranı yaxşı bilir. Bilir, Hacı, hə. Hacı özü nağara çalan olub. Amma Hacı ilə çalanda, Vaqiflə çalanda biraz adam məsuliyyət daşıyır ki, bunları allatmaq olmur nağara. Bəli, biz nağara sənətini çox gözəl. Yəni o nağarada, məsələn, üzr istəyirəm, ifa elədikcə görürsən, biraz adam istəyir ki, dincini alsın və yaxud balaca bir çaşırsan, bu şey, görürsən, usta baxır. Demir, ha, çaşdığına. Baxdı sənə, deməli, bu şey, yəni anlayış bunlarda o barədə biraz
Bunları anlatmaq mümkündür. Bəli, dünyanın bir çox ölkələrində mən çox böyük ustad sənətkarlarımızla yanaşı qastrol səfərlərində olmuşam. Böyük ustadları müşahidə eləmişəm. 70-ci illərdə bizim böyük sənətkarımız, ustad sənətkarımız, xalq artistimiz Əmi Əlbaba Məmmədovun Humayun Xalq Çalğı Alətləri Allah canını sağ eləsin. Allah can sağlığı versin. Neçə illər çalışmışam. Əminin də mənim bu sənətdə yetişməyimdə böyük əziyyəti olub mənim üstümdə. Hələ belə illər keçdikcə, onu da deyim ki, ondan sonra da ən çox müşahidə eləmişəm gəlinləri, beyləri toylarda. Nə qədər milyonlarla gəlini, beyi müşahidə eləyib, necə deyərlər, xoşbəxt eləmişik. Vağzalı ilə qəbul eləmişik. Bəli, vağzalı ilə yola salmışıq. Bax, hansı xarici ölkələrdə olmusan? Hansında olmamışam, nə qədər saymışsın ki, Almaniyada, İtaliyada, Fransada, İordaniyada, İraqda, İranda, Türkiyədə. Keçən səfər Cavanşir Məmmədov mənim qonağım idi. Bu xarici ölkələrdə başına əhvalatlar gəlmişdi, onlardan danışdı. Heç maraqlı bir nəsə bir maraqlı əhvalat gəlib başı orada. Çox olub maraqlı. Yəni dil bilməmək cəhətdən, yəni nə ilənsə bağlı, ya mağazində, ya bir dükanda, ya bir avtobusa minəndə, ya konsertin özündə. Olub, məsələn üçün xarici ölkədə indi elə yer var ki, bizim xaricdə muğamlarımızı çox tanıyırlar da. Öylədir, elə. Muğam ifa eləyəndə, məsələn üçün zala baxmışam, görmüşəm ki, qaralar çox oturublar zalda da, niyə qırlar? Mən də zabul ifa eləmişəm bacardığımla. Ancaq öz dəstəmiz balaban, nağara, klarnetlə. Belə sakit oturub baxırlar ki, mən də ifa eləyə özümü saxlaya bilmədim. Çıxartdım klarneti, dedim, bu köpə olanlar burada bizi necə başa düşürlər? Orada bizi heç o qədər başa düşmürlər. Niyə qırlar? Çox olub belə şeylər. Bax, bu günləri yəni silahınla gəlmirsən. Bəli. Mən istəyərdim belə bir İsmail'in nağarasının sesini eşitdik, elə sənin də bir sesi eşitdik, abu-hava eşitdik. Mənim səsimi, klarnetin səsi. Elə dəxli yoxdur, eyni Mən sizə bir hədiyyə gətirmişdim. Aha, nədir o qardaşım? Axırıncı diskimdən sizə bir hədiyyə. Hə, çox sağ ol, çox sağ ol. Payın artıq olsun. Sağ ol, əli boş gəlmir də. Əla, əla, çox sağ ol, təşəkkür edirəm, təşəkkür edirəm. Sağ ol, ay Mirzəyev. Sağ ol qardaşım. Sağ ol, Allah razı olsun. Mirzəyev, neçə gəlindən beyi müşahidə eləmişsən? Çingiz müəllim, onun sayı hesabı yoxdur. Bilirsiniz nə qədərdir? Aha. Bu gəlinlə beyi müşahidə eləyəndə də bizim başımıza o qədər işlər gəlib ki, bilirsiniz nə qədər? Bir dəfə bir rayonda gəlin gətirirdik. Gəlin qapıdan çıxdı, oturdu. Biz getdik, oturduq bir 099 maşında. Aha. Oturduq, mən qabaqda oturmuşdum. Bir də gördüm ki, bir dənə kök xala, yalan olmasın, bir 150-170 kilo olar, özü də xalis tikədir ya. Gəldi ki, Amala, gəldi mənə dedi ki, düş aşağı qabaqdan.
Ay. Mən də düşdüm aşağı, keç dala. Keçdim dala, klayenti belə qoyub oturmuşam, xala oturdu qabağda. Xala oturdu qabağda, kök xala daxı belə. Şofir də gəldi, oturdu. Yerim məlum. Yerim məlum. Aha. Deyir şofirə ki, bəs şeydir. Sür də, gəlin getdi ki, biz qaldıq. Gördüm şofir belə baxır mənə. Dedim ki, nə olur? Belə göstərdi. Akası xala oturandı, nə tə oturubsa, bu skorsunun çağı ki, yoxdur. Qalıb xala altında. Qalıb xalanın altında. Bu da bilmir ki, xala çox belə də boşdur xaladır. Bilmir Hiss eləmir ki, qalıb orada. Hiss eləmir ki, skorsunun çağı qalıb onun altında. Mən də klienti belə tutmuşam. Mənə göz elədi ki, bəs sən deyəsən də xalaya ki, biraz çəkilsin, maşını skorsu keçirdi. Gedmir axı maşın. Mən də klienti belə tutmuşam, deyirəm ki, ay xala, ay xala deyəndə belə baxdı, mənə deyir, ay klienti çək dala. Mən klienti çəkdim dala. Deyim ki, yox, xala, biz bağışda üzr istəyirəm. Bu skorsunun çağı var, bir balaca sizin deyəsən yanınızda qalıb orada. Biraz çəkilin o tərəfə. Skorsu keçirsin, sonra maşın geçsin də, yoxsa bu maşın getməyəcək. Ola, hara keçsin xala, güclə o kapofka olub maşının içinə, bu əndiqində xala deyir. Hoş, bir təhər tutdu, balaca şey elədi, oğlan saldı skorsu. Skorsu saldı, deyir, nə oldu, getmədi maşın, xala deyir. Deyir, həm bu saat, deyir, mən sür də, deyir, bax, mən bunu snoyu da çəkibmişəm. Biz skorsu icazəsini gücdən almışıq xalada. Bu Rusnoyu bula necə deyək ki, Rusnoyu da qalıb altında sənin. Əla. Üzümüzü saldıq ayağımızın altında, deyək, ay xala, bəs Rusnoyu da qalıb. Dedi, Rusnoyu bıraq, sən bir kərmə baxın göründə bir şey qalıb, eləməyib orada ki, sürək çaq yedi. Rusnoyu da bıraqdıq, sürüb getdik, deyək, bir şey qalmayıb xala. Narahat olmayın. Çox sağ ol. Başımıza belə işlər çox gəlib. Çox sağ ol. Birazdan yadıma salat İsmail həmçinin sənə də aiddir. Yadıma salan əhvalatları içində. Mənim əzizlərim belə bugünkü şoumuzun mövzusu müşayiətdir. Bizdən ayrılmayın.